Sizcə Kanadada sıfırdan biznes qurmaq asandır yoxsa çətin? Deyirlər çox çətindir, hətta uzun illər. Amma bu saç ustasının hekayəsini eşidəndə mənim fikrim dəyişdi. Bu dəfə Yılmaz bəyin qonağı olduq. Qonaq deyəndə ki, Torontoya getdim ki, saçlarımı kəsdirim. Neçə illər idi ki, uzatdığım saçlarımdan ayrılmaq mənim üçün çox çətin oldu. Deyərdim, amma ki, sağ olsun Yılmaz bəy mənim saçımı diqqətlə yoxladıqdan sonra gözləmədiyim bir şey dedi. Dolaşıqlıq səbəbindən saçımı kəsdirməyimi deyəndə, o əslində saçımı kəsmək yox, o dolaşıqlığın nədən yarandığını, bunu necə həll eləməyin yollarını mənə dedi. Və saçıma xüsusi bir baxım təklif elədi. Amma bu görüşün ən maraqlı tərəfi yalnız saç baxımı deyildi. Qulluq zamanı çox söhbət elədi. Sən demə Yılmaz bəyin bu salonu Türkiyədə çox tanınmış bir qaraj salon konseptidir və bunu orada özü yaradır. Eyni konsepti Kanadaya gətirdi və çox qısa müddətdə Torontonun düz mərkəzində öz salonunu açmağı bacarıb. Dediyinə görə bu salon Türkiyədəkinin tam eynisidir. Qoy mən də düşüm. Bəzən ətrafımızdakı insanlar deyirlər ki, Kanadada biznes qurmaq həddən artıq çətindir, hətta uzun illər alır. Qaydalar çoxdur, rəqabət böyükdür, başlanğıc mərhələsi çox ağırdır. Bunların hamısı müəyyən mənada əlbəttə ki, doğrudur. Amma Yılmaz bəyin hekayəsi göstərdi ki, əgər insanın əzmi, zəhməti və peşəsinə sevgisi varsa, bu çətinliklərin öhdəsindən gəlmək mümkündür. Kanadada yeni həyat quran insanlar çoxdur və hər kəsin öz mübarizəsi, öz təcrübəsi var. Yılmaz bəy kimi insanlar göstərir ki, əgər insan öz işinə inanırsa və dayanmadan çalışırsa, dünyanın istənilən yerində öz yolunu tapa bilər. Gözəl şirin söhbətlərdən sonra dediyi ağzımız bir də şirinlənsin. Novruz ərəfəsi olduğu üçün bizim də hədiyyəmiz öz paxlavamız oldu. Və bu görüş mənim üçün sadəcə saç baxımı olmadı. Yeni bir insan, gözəl təcrübə qazandıq və yeni dərs və motivasiya oldu. Bu arada əgər siz də Kanadada iş qurmusunuzsa, gəlib sizlə də tanış olaq və təcrübələrinizi paylaşaq. Və daha hansı peşələrlə maraqlanırsınız?